Salamlar hamıya. Bugün English File Workbook and Student Book'tan dersimiz Lost in San Francisco'dur. Birinci workbook'a başlayaq çünki kitabda biraz uzunlu testler falan var. Bu azdır da buradan başlayaq, o zaman keçək. Aha, baxaq. Lost in San Francisco. Asking for information, yəni doğru olanı seçin. Search the correct word in each line. Baxaq. Can you recommend yoxsa The Good Restaurant? Burada ümumi anlayışı bildirirsə isə nədən danışırıqsa dəqiq onu bildirdiyi üçün burada olur. Gördüyünüz kimi işarələrdir zaten. İndi baxırıq William has yoxsa is olacaq. Is great restoran. Burada is great restoran olacaq. Çünki restoran deyir böyükdür. Is. Sonra üçüncüdə. Aha. Üçdə. How new yoxsa far is it from them? Niyə yaxındadır? For uzaqda. Burada da orada olduğu üçün for uzaqlığı soruşur bizdən. Sonra B'də it's quite. Niyə yoxsa for just a couple of blocks. Niyə? Bu dəfə isə yaxınlığı soruşur. Sonra can yoxsa deyir do I walk from here. Deyir mən can bilmək, bacarmaq mənasını verir. Sualda da işlənə bilir. Can I walk from here? Yəni mən gəzə bilərəmmi oradan? Yəni ki, soruşmaq, nəzakət mənasını olduğu üçün can. Sonra ok veya they are here and yam is here. In yoxsa on the corner olacaq. On the corner işlənir. Yadınızda saxlayın. In olmur. On the corner, koridor. Yəni burada da what does varsa artıq close, bağlamaq. Closes əslində does təklədir. Düzdür, closes təkdə olur. Amma artıq köməkçi feil doesdırsa, köməkçi feili varsa biz artıq o digər əsas feili əsas formada yazırıq. Heç bir şəkildə artırmadan, heç bir zamana salmadan. Close olduğu kimi. Burada isə not after until midnight. Burada artıq after sonra da until qədər. Gecə yarısından qədər olacaq. Gecə yarısından sonra yox. Çünki gecə yarısına qədər ediblər. Social English ikincidə complete the dialogue with on words in each space. Mən dialoqda boşluqları doldurmaram. Excuse me, bağışla məni. Don't I deməli k-dan sonra k-nı sözün iki hərfi verilib, qalanını biz tapmalıyıq. Burada da əlbəttə ki fail qoymalı. No you. Mən tanıyıram səni. No I don't. Burada nə olacaq? Hansı feil qoymalıyıq? I don't. Th ilə başlayan nə feilimiz var? Think so. Think so. I am su ilə suya. Əminliklə I know. Mən bilirəm səni. Weren't you in London last year? Aslında bu çox asaddır. Sadəcə iki hərf verir. Digər hərfləri biz artırırıq. Sözü tapırıq. That is right. Bu düzdür. You are Anna. What are you do? Ya does ola bilər, doing ola bilər. Burada doing uyğundur. Çünki you ilə does işləmir. Doing here. I am yəni studying again. Oxuyuram yenidən. Strengthening with my English and you. I am on holiday olar. Çünki mən bayramdayım, tətildəyəm. I know when ola bilər. Where. Post office soruşursa where olur. Where. Are you sure? Sən əminsən that very kilsə kinds of you olur. Biz baxaq 3-ə. 3-də nə deyir? Reading, read the article, answer the questions. Oxu cavab ver. Biz bunu oxuyub cavab verməyimiz üçün mətni oxumalıyıq. Çünki burada sadəcə saatları soruşur. Saatları tapıb yerinə qoymalıyıq. Sonda isə Sefrasika International Airport milli aeroportunu soruşur. Orada da deməli getmək üçün taxi and airport olur cavab. Airport bus olur. Yəni taksidən və aeroport avtobuslarına əlbəttə ki istifadə olunur getmək üçün otelə. Which forms of transport, hansı transportla, yəni nəqliyyatla gedirsən. What time is the earliest bus the airport? Deyir
gedir? Ən tez aeroporta hansı maşın gedir? Gəlin baxaq, oxuyaq. San Francisco International Airport 14 miles south of the city, 14 milyon insana. Travel time to the center during rush hours about 40 minutes. 40 dəqiqə arası gözlər. Access time about 20 and 25 minutes. 20-25 dəqiqə. Getting into town from the airport. Aha. Deməli, yola nə vaxt çıxırlar? Yola çıxırlar tezdən 5:30-da bax, 5:30. Burada var ən tez 500 am. Am səhər deməkdir, bilirik ki, PM axşam. Sonra burada how much does the airport bus cost for two adult returns? Deməli, qiyməti nə qədərdir? Gəlin baxaq, heç vaxt oxumamışda buradan tapa bilərik. Qiymətlərə baxsaq biləcək. Portun qiyməti. Deməli, bir nəfər 22 dollardır, düzdür. Burada yazılıb 2 nəfərdir. 2 nəfərin gedişi. O da 44 dollar eləyir. Məntiqlə tapırıq. Sonra if you taxi for is fortune how much sold your trip. Deməli 40%-in qalanı 4. Bunu oxumağa əslə heç ehtiyac yoxdur. How much does a baht cost for two people one way? Cost burada görək. Cost Bartda qiymət 6 dollardır. Düzdür. Burada yenə 2 nəfər soruşur. 6 dollar, 6 dollar, 12 dollardır cavab. Burada isə artıq özünün cavabı var. Gəlin indi oxuyaq. Bart Bay Area Rapid Transit San Francisco Metro began running from the airport to city in June 23. Yəni deyir ki, o başlayır uçmağa aeroportdan iyunun 2023-cü il iyundan. This new route avoids traffic and cost about 6. Deməli bu deyir ki 6 dollar depending on exact where you going gedir. Translate experience evlə 20 dəqiqə çatır hər gün. Takes from the airport to central cost. Deməli dedik 30 dollar 35-ə plus should be around 10% var. Airport buses leaves from outside the baggage claim are every deməli 6 minutes from. Deməli deyir ki, baqajda hər gün gözləyirlər 30 dəqiqə, 5:35-dən 9:15-ə qədər deməli dayanırlar otellərə, sonra Grand Hyatt, San Francisco, Hilton Palace yerlərə gedirlər. Alternative buses deməli avtobus otellər gedir erkən 5:30-dan bunu dedik, 24 saat içində mümkündür. That cost person deməli 13 dollar bir adam. Children and 20 are free. Belə keçirik indi studentluğa. San Francisco. Deməli, burada səsə qulaq asıb qeyd etməliyik. South Street on the left. Deməli, tərk edir küçələri. Stretch ahead down street. Aşağı, yuxarı küçə. Go to hotel and turn left. Deməli, gedir və tərk edir oteli. Will be right in front of qarşısında düzdür. Turn left at Stockton. Deməli, dönür Stockton tərk edir. Bu səsə qulaq asıb yazılmalıdır. Bizdə də səs yoxdur. Burada da ərazilər qeyd olunub görürsünüz. Aha, sonra baxaq bura. Cover dialoq anlasın. Burada da qulaq asıb cavab verməliyik. Biz elə belə oxuyaq. Çünki biz də listeningə qulaq asamırıq. You say. Sən deyirsən, you hear, sən eşidirsən. Can you recommend a good music? Deməli, yaxşı musiq. Well, someone fantastikdir. Sorry, bağışla və ya did you say haradadır? Someone San Francisco Modernat haradadırsa onu deyir. Where is it? Haradadır? On hansı street küçədə? How far is it from Union Square? Not for. Uzaq deyil. It's just a boşluq of blocks. Yəni hansısa blokdadır. Sadəcə biz səsi eşitmirik, bilmirik nə yazılmalıdır. Can I walk from there? Mən gəzməyə gedə bilərəmmi oradan? So, əminliklə it will boşluq yutumunuz 10 dəqiqə nəsə. Can you show? Sən göstərə bilərsən mi on the map? Yəni xəritədə mənə. Map xəritədə. Yes, Union Square is here and museum is here. Muzey oradadır. From Union Square do you don't get to boşluq and to turn right. Sağa sola dönməyini bildirir. Set street. What time does it open? Nə vaxt açılır? It's open at saatını yəqin ki deyir. Thanks very much. Təşəkkürlər. Have a good time. Good day. Daha doğrusu yaxşı vaxt. I'm sure will
Yəni enjoy the music məsələn deyə bilərik, zövq alacaq. Və ya da burada da qulaq asmaqda əsl sözləri qulaq asıb təkrarlamağı deyir. Aha, burada da yenə qulaq asmaqdır. Listen sonra Ali and the man, Ali və oğlan. Deməli, have met before yoxsa haven't met before. Yəni görüşdən əvvəl yoxsa görüşmədən əvvəl. Mark is Ali ilə sonra görüşür yoxsa indi görüşür. Delmonico is a coffee bardadır, restorandadır. Brad istəyir go to with shopping with Ali. Ali ilə shoppingə getmək. Take Ali the Union Square. Deməli, Aliəni götürüb Union Square-yə getmək. Brad sevir aliasla conservation etməyi yoxsa aliasla production etməyi. Deməli, burada yenə səsə qulaq asırıq. Don't I nə soruşa bilər? Don't I boşluq məsələn. Yox, sən deyir məsələn xoşlayırsan nəsə I don't mən deyir etmirəm boşluq. Where are you did heyə olar. I for boşluq. It's really bu həqiqətdir. Kinds of you olar. Növlərindən biri. Are you see məsələn sən görəcəksən. İndi bizdə yoxdur. Mən ona görə özümdən dedim. İndi bu tərəfə baxaq. Description where you live. Read the text, match the question which paragraphs. What is famous for? Nə üçün məşhurdur? What is the weather like? Hansı havası yaxşıdır? What is the best thing about it? Ən yaxşı fikir nədir? Describe your hometown. Evin təsvir et. Where do you live? Ev hardadır? Where is it? How big is it? Necədir? Necə böyükdür? Aha, burada təsvir olunur. Baxaq, bura atmosfer ilə atmosferdir beach. Dənizli festivaldır. City şəhər, muzey, population, river, çay, street şəhər, küçə, turist, vezədə havadır. İndi baxırıq burası falasfeyə. Qalır harda mən yaşayıram. Baxaq tərcümə edək. Mətnimizi oxuyarkən bu sözləri də mətndə yerinə qoymalıyıq. Tərcüməyə əsasən. I live in Porto. Mən yaşayıram Porto. Which is city hansı şəhərdir ki? A coast in the north of Portugal. It has əhalisinin sayını deyirsə, people and it's the second biggest city in Portugal. Məncə population ola bilər. Gəlin o bir tərəfə baxaq. Biggest. Aha. Is it's a beautiful city. Gözəl şəhərdir. Are it's great walking around. Böyük gəzməli yerlər üçündür. There are lots are narrow boşluq. Yəni deyir, çoxlu küçələri deyə bilər də. Full of church, kilsələr, museums, muzey deyə bilər və marketlər. There is an area called area zəngələdir for nə vaxt hara there is a lot of outdoor bars and restaurants, çoxlu barlar, restoranlar var. People go there at the weekend, həftə sonu to sit in the sun, otururlar günəşdə, drink coffee, içirlər coffee and watch the Atlantic, izləyirlər Atlantikanı. There mətnə qulaq asıb yazmalıyıq, çünki orada şəhərdə hər şey ola bilər də. Məsələn, the festival, məsələn, how is different from the south of Portugal, the winter, weather, müxtəlif hava da deyə bilərik. Çünki the winter can be very wet, havadan danışır. Qışda deyir, hava nəmli olur. It's sometimes rain for days, yağışlı olur. The summer wonderful. It's sunny, gözəl olur, günəşli olur. Usually too hot and it's great for going to the mountains, dağı, oraya atmosfer deyə bilərik. Aha. Porto is famous, məşhurdur. Port Fine. Who is deyir, kim ki? Only yalnız product deyən. The biggest attraction varsa turist olsun, turistlərlə birlikdə burada da ola bilər. Biggest population attraction. Aha, sonra harda qaldıq? Özəyə, June. Council with flowers and people in streets şəhərdən söhbət gedə bilər. Burada amma mən I think fikirləşirəm the best things. Yaxşı düşüncə about Porto are the people and the
insanlarla birlikte. Görək nədir? Small ve it's safe and friendly. Turistlərdən söhbət gedir ki, onların necə olduğunu bildirir. Onda burada indi keçirik təkrara. What do you remember? Görək nəyə xatırlayırıq testlərdən qrammaya baxaq. Correct answer. Doğru cavab seçirik. What is name? Your name olacaq. Məşhur bildiyimiz zaten əzbərə bilirik. Boşluq ever been to a Zara shop. Ever been. Been nə ilə işlənir? Have, has-la. Have been, has been olur. Da burada da bir dənə have var. Ona görə have qoyduq. I have never seen də həmçinin have-la, has-la işlənir. I have never seen olacaq ona görə. You have done the washing up. Cümlənin axırında gələn və inkarla işlənən hansı idi? Keçmişdik. Already artıq just hələ ki yet. Hələ də. Deməli yet olur. Çünki yet cümlənin sonunda gəlir və inkarla işlənir. Already ortada gəlir just. Would you like a coffee? Sən xoşlayırdın coffee. No thanks. Deməli bu indiki bitmiş zamanda olmalıdır. Dedik already ilə işlən. Bax already ortada gəldiyi üçün bunu çıxırıq. Bunu da çıxırıq. Ortada I have already had olur. B. 5'e baxırıq. Burada da I have already olacaq. Çünki yet axırda gəlir. Just da uyğun deyil. Traffic is more bad deyə bir şey yoxdur. Zən varsa müqayisə olur. Baddir deyə də bir şey yoxdur. Bad müqayisədə çevrilir, worse olur. Dedik ki, istisna sifətlər var ki, onlar kökündən dəyişir. Biri də budur. Aha. Radio news speak more. Boşluq zən. More-la quick olur. Quicker ola bilməz. Çünki more var, axı quick olur. B. İndi xəttənməyəcək ki, 8. Baseball isn't as varsa bilirik ki, təkdə olacaq və bir dənə də as olmalıdır. Popular as təkdə deyəndə, yəni adi C variantı. What's the city you ever seen varsa üstünlük dərəcəsi. Üstünlük də beautiful, uzun söz olduğu üçün most beautiful olur. 10. This is the nosis qısa sözdür. In the world müqayisə üstünlük dərəcəsidir. Nosis də olur. Vocabulary'yə baxırıq. Make your bed. Çarpayını düzəltmək. Do etmək. Pick up. Yığmaq. Take götürmək. Tidy sərgiyə salmaq. Waste vaxta aiddir. Aha, görək your room. Otağını nə edə bilər? Sərgiyə sala bilər. Tidy things on the floor. Əlbəttə ki, floor ağacları, gülləri pick up edə bilər, dərə bilər. The dog for a walk. Take for a walk. Yəni ki, itini gəzməyə götürmək. Washing up, qab yumaq do ilə işlənir, bilirdik. Do the washing up. Time, waste time ilə vaxtını keçirmək. Clothes, geyimlərə aid seçirik. Jacket, bilirik jacketdir. Burada görürsünüz, yenə C ilə başlayan nə var? Məsələn, cins olacaq burada. Elə tərcüməsiz, məsələn, sweat olar. Clothes'in üstündə taxılır, yəni paltarın. C-yə qalstuk. Burada all you cut və ya my tips olacaq. Kaldotkayı ondan da geyinilir. İndi opposite adjective, yəni əks mənalı, big, böyük, small, kiçik, rude, kobud, polite, nəzakətli, noisy, səsküylü, claim, sakit, possible, mümkün, impossible, mümkün olmayan, dangerous, təhlükəli, safe, yəni az, nəfətlə qorunmuş, paint, patient, səbirli, impatient, səbirsiz. Burada da bilirik də, sirt, borc almaq, friendly, dostcasına, make, düzəltmək, yet, hala, work, iş, blues, blues deyil, pretty, gözəl, trends, yolla, bunları bilirik demişdim. Troza, şalvar, pijama bilirik, already, nə oldu, yaxında biz məşğul, friendlist, üstünlük dərəcəsində. What can you do, nə edə bilərik? You understand this text, sən xatırlayırsan bu teksti. Engage, nişanlanır, wedding, toy edir. Wedding dress, toy geyimi. Fiancé, honeymoon, balayı, marriage, evlilik. Görək burada əslində səsə qulaq asıb etməli. Bizdə səs yoxdur deyə belə
baxıb edirik. Çünki mətni tərcümə etmişdik, bir də etmirəm də. Burada da true, false, doğrunu seçirik. İndi səsə əsasən, bizdə səs yoxdur. Əslində mətni də oxuyub seçə bilərik. Mətndə də var həmin cürələr. The Satisfaction Show was. O aldı həyəcanlı, maraqlı yoxsa darıxdırıcı? Həmin cümləyə baxaq. O aldı, bax. Tom was very excited. Həyəcanlı idi. Sonra the woman aldı short skirts, some shoes. Sonra sözə qulaq asıb yazmalıyıq. The floor is deməli nəmli, dry quru, dirty çirkli idi. Finish work işi neçədə bitir. The most beautiful city. Deməli görməli şəhər bunlardan hansıdır? Burada yenə səsə qulaq asıb true false seçirik. She often was clothes she doesn't like. O tez geyinirdi. Xoşlamırdı. She broke her leg. Onun ayağı çıxmışdı. Leg during ayağı çıxan ərzində fashion baxırdı fashion'a. She hasn't been to Africa. Afrika değildi. She went to getmişdi Argentina 2 il əvvəl. She would like istərdi getsin İndiyaya yenidən. Can you say this in English? Sən deyə bilərsən İngiliscə. Can you? Yes. Say what clothes you wore yesterday. Dünə nə geyinmişdin? Says what housework your tapşırığı nə idi? Say, yəni ki boş vaxtını. Sonra burada nə soruşur? Burada da present perfect and superlative. Present perfectdə və üstünlük dərəcəsində deməliyik. Yəni ki, indiki bitmiş və üstünlük dərəcəsi. Məsələn, what good book ever read olacaq. What is the best book you have ever read? İndi gəlin birini də çevirək. Baxın, kopya buradakı kimi. What is the best hot place have ever been to? Gördünüz, olduğu kimi dəyişirik, əlavələr edərək. Dərsimiz də bu qədər.